Gündəlik istifadə üçün rahat və yığcam planşet axtarırsansa, Xiaomi Redmi Pad SE 8.7 modelinə diqqət yetirə bilərsən. MediaTek Helio G85 prosesoru gündəlik tətbiqlərdə daha stabil və rahat performans təqdim edir. 8.7 düymlük IPS LCD ekran gündəlik istifadədə daha rahat görüntü təcrübəsi təqdim edir. 8 megapiksel əsas və 5 megapiksel ön kamera gündəlik çəkilişlər və video zənglər üçün rahat istifadə imkanı yaradır. 6650 mAh-da batareya tutumu planşetdən daha uzun müddət istifadə etməyə imkan yaradır. 128 GB daxili yaddaş, foto, video və tətbiqlərin rahat şəkildə saxlanmasına imkan yaradır. 4 GB operativ yaddaş tətbiqlər arasında daha rahat keçid etməyə kömək edir. Bu modelin əsas özəlliyi kompakt ölçüsü və uzun batareya müddəti ilə daha rahat mobil istifadə təqdim etməsidir. Əgər sən gündəlik istifadə üçün kompakt və funksional planşet axtarırsansa, bu modeli Kontakt.az saytından əldə edə bilərsən.